Bir gün oğlan gəlir atasının yanına, atasından $1000 pul istəyir. Atası deyir, neynirsən bu $1000 pulu? Deyir, özümüzə toy eləyəcəyik. Aydan $35.000 pul götürmüşük, amma bəs eləmədi. Ona görə səndən $1000 daha pul istəyirəm. Sən özün dedin ki, nə vaxtı çətinliyə düşsən, ehtiyacın olsa, mənə müraciət edərsən. Ona görə mən indi sənə müraciət edərəm. Atası deyir ki, onda get ginən, nişanlını da götür ginən, gəlir ginən ofisə, orada söhbət edərik. Bəli, oğlan gedib nişanlısını da götürüb, gəlir atasının ofisinə. Atası bunları gülər üzlə, mehribanlıqla qarşılayır və bunlara çaydan, kofedən ikram edir. Atası deyir ki, sən dedin ki, $35.000 pul götürmüsən, toyunuza bəs eləmir. Siz bu qədər bahalı toy etməyin nə mənası var ki? Oğlan atasına deyir ki, bizim arzumuz var da, arzu istəyimiz var. Biz istəyirik ki, elə bir toy eləyək ki, hamı bizim toyumuzdan danışsın, bizim toyumuza həsbət çəksin. Bu ömürdə bir dəfə olan bir şeydir. Deyir, oğul, vaxt vardı, mən də özüm üçün bir bahalı toy etdim. Hamı yedi, içdi, şənləndi, oynadı, toy qutarandan sonra çıxıb getdi. Amma borclu qalan mən oldum. Anamla baş-başa qaldıq, bir də borcumuz oldu. Heç kəs bizim köməyimizə gəlmədi. Sonraki həyatımızda nə bizə heç kəs kömək elədi, borcumuzu verməyə, nə də ki, bizim yaşayışımızın yaxşı olması üçün heç kəs əlini uzatmadı. Oradakı adamların çoxu bizdən uzaqlaşdı. Hətta bizim vəziyyətimizin ağırlaşdığını görəndə bizə bir lağd etdilər. İndi ona görə həyatda bir gecədən ötürü bu qədər xərc çəkməyə dəyməz. Ailə qurarkən ailənin xoşbəxtliyini düşünmək lazımdır. Yoxsa onun təmtəraqlı keçməsi haqqında fikirləşməyə dəyməz. Çünki ailə qurularkən borc üzərində qurulmamalıdır. Borc üzərində qurulan ailənin sonraki taleyi qaranlıq görünür. İndi qızım, sən də o oğlum kimi fikirləşirsən, yoxsa ailənin xoşbəxt olmağını fikirləşirsən? Deyir, yox, mən ailəmin xoşbəxt olmasını fikirləşirəm. Oğlan atasına deyir ki, ata, pul verməyəcəksənsə, elə bu başdan deyinəndə də bu qədər uzun uzadı, söhbət danışmağın nə mənası var? Qız oğlana deyir ki, dayan, tələsmə ginən. Atan doğru deyir. Borc üzərində ailə qurmağa dəyməz. Biz indi fikirləşməliyik ki, necə eləyək, başqa variantlar tapaq, borca girməyək. Ona görə biz yenidən götür-qoy eləməliyik. Atası siyirməni çəkir və oradan çeki çıxarıb $1000 bir çek yazıb oğluna verir ki, al bu çeki verirəm sizə. Amma bu çeki başqalarını təəccübləndirmək yox, ailənizin xoşbəxtliyi üçün xərcləməyə verirəm. Gedin elə bir ailə təməli qurun ki, sonra ailənizin möhkəmliyi davam eləsin. Gedin özü üçün istirahətlığa, gəzməyə,
ailənizə lazım olan şeylərə bu pulu xərcləyin. Yoxsa başqasını bir gecədən təəccübləndirməkdən ötürü borca xərcə girib küllü miqdarda pul xərcləməyin mənası yoxdur. Bu cür ailələrin sonu qaranlıqdır. Bu borcların içərisində çobalayan ailələrdə söz-söhbətlər başlayır, streslər yaranır və ailələr dağılıb heç olur. Söhbət ailəni təmtəraqla borc üzərində qurmaq yox, ailənin bünövrəsinin, təməlin necə qurmaqdan gedir. O sizin fikirləşdiyiniz eş, işrətli toy cəmsi bir gecə olur. Amma ailə isə ömürlük olan bir şeydir. Onun təməlini elə qurmalısan ki, o sonra dağılmasın. Daha ailəni borc üzərində qurmamalısan. Ona görə ailə qurarkən diqqətli olmaq lazımdır. Özünə doğru, düzgün həyatı başa düşən insanla ailə qurmalısan. Daha eş-işrət fikirləşib düşünən insanla yox. Ailə daimi xoşbəxt olmalıdır. Bir gecəlik yox. Diqqətinizə görə çox sağ olun.